Fəsil 24. Gizli oyğun qaranlığında Langdon Gessnerin şəxsi liftindəki alfanumerik klaviaturanı diqqətlə öyrənirdi. Zehni isə artıq dünən axşam onunla keçirdikləri görüşü yenidən canlandırırdı. Gessner soyuq və sərt idi. Soluğun dərisi, gərgin dodaqları vardı. Saçları isə flamenko rəqqasəsi kimi bərk-bərk arxaya yığılmışdı. Langdon ilk tanışlıqdaca ondan xoşlanmamışdı. Qadın Ketrinin mühazirəsindən sonra Kotto Krudo barında onlara qoşulmuşdu. Doktor Gessner, qadın Langdonun arxada seçdiyi sakit kabinəyə yaxınlaşanda Ketrin isti bir təbəssümlə ayağa qalxdı. Bizə qoşulduğunuz üçün və əlbəttə məni bu möhtəşəm şəhərdə mühazirə oxumağa dəvət etdiyiniz üçün sizə minnətdaram. Qadın ona yalnız rəsmi bir təbəssümlə qarşılıq verdi. Böyük Addoriya vardı. Danışığında yüngül, Çex ləhcəsi duyulurdu. Yaxşı ad qazanmısınız. Ketrin komplimenti nəzakətlə ötüşdürdü və Langdonu göstərərək dedi: "Çox zərifsiz. Yəqin həmkarım professor Robert Langdonu tanıyırsınız." Langdon ayağa qalxıb əlini uzatdı. "Tanış olmağıma şadam." Gessner onun əlini görməzdən gəlib əyləşdi. "Ümid edirəm hələ içki sifariş verməmisiniz," dedi. "Mən yerli favoritlərdən bəzilərini gətirmələrini xahiş etmişəm." Sonra Langdona tərəf döndü. "Professor, sizin üçün lüs demişəm. Kotto Krudonun imza kokteyli, Kanada viskisi, albalı likörü, ağcıqayın şərbəti və donuz əti." Donuz əti? Langdon adət etdiyi Knowledge Reserve cini ilə Vesper Martinisini içməyi üstün tutardı. "Sizin üçünsə Ketrin," Gessner davam etdi. "Staroplzenski, yerli Bohemiya absenti. Belə bir lətifə var. Deyirlər, əgər adını hələ də düzgün tələffüz edə bilirsənsə, deməli birini də içməlisən." Langdon bunu qonaqpərvərlik pərdəsinə bürünmüş güc nümayişi kimi qiymətləndirdi. Bohemiya absenti olduqca güclü içki idi. Üstəlik Ketrinin spirtə dözümsüzlüyü vardı. "Çox səxavətlisiz," Ketrin nəzakətlə dedi. "Burada olmaqdan və möcüzəli şəhərinizdə çıxış etməkdən çox zövq aldım. Böyük şərəfdir." Langdon onun təmkininə və uzun, qalın tünd saçlarla çərçivələnmiş zərif cöhrəsinə heyran qaldı. Gessner çiyinlərini çəkdi. "Mühazirəniz maraqlı idi, amma mövzunuz, necə deyim, məni cəlb etmədi. Adi metafizika idi." "Ah," Ketrin dedi. "Bunu eşitdiyimə üzüldüm. Naitikaya hörmətsizlik etmək istəmirəm. Amma mənim kimi etibarlı alimlər ruh, ruhani təzahürlər və ya kosmik şuur kimi qeyri-maddi anlayışlara inanmırlar. Biz hesab edirik ki, insan təcrübələrinin hamısı dini vəzlərdən tutmuş iflis edici qorxulara qədər sadəcə beyin kimyasının nəticəsidir. Səbəb-nəticə fizikasının. Qalan hər şey xurafatdır." O indicə özünü etibarlı alim, Ketrini isə xəyalpərəst adlandırdı. Langdonun içi əsəblə doldu. Amma Ketrin gülümsədi və masanın altında onun dizini yüngülcə sıxdı. "Maraqlıdır," Gessner davam etdi. "Neyrokimya, ən materialist sahələrdən biri. Doktorluqdan sonra naitikanın dumanına sürüklənməyiniz. Kaliforniyanı nəzərdə tutursunuz?" Ketrin zarafatla dedi. "Deyəsən məndə həqiqəti görmək istəyi yaratdı." "Bağışlayın," Langdon özünü saxlaya bilmədi. "Amma naitikaya bu qədər aşağı qiymət verirsinizsə, Doktor Solomonu niyə dəvət edirdiniz?" Gessner bu sualı gözləyirmiş kimi dərhal dilləndi. "İki səbəbə görə. Birincisi, əsas məruzəçimiz Avropa Beyin Şurasının üzvü, Doktor Ava Easton öz mühazirəsini təxirə saldı. Yerinə bir qadın lazım idi. Ketrin kimi birinin fürsəti qaçırmayacağını düşündüm. İkincisi, Ketrin müsahibəsində mənim məqalələrimdən birinin onun gələcək kitabına ilham verdiyini demişdi." "Doğrudur," Ketrin dedi. "Həmin çıxışı görüb görmədiyiniz mənə maraqlı idi." "Görmüşəm, Ketrin," Gessner dedi və səsi sanki bir uşağa xitab edilmiş kimi mülayim çıxdı. "Amma hansı məqalə olduğunu qeyd etməmişdiniz." "Epilepsiyanın beyin kimyası," Ketrin cavab verdi. "Avropa Neyroelm jurnalı. Bir naitist üçün biraz mövzudan kənar deyilmi? Ümid edirəm tədqiqatımı öz nəticələrinizə uyğun təhrif etmirsiniz." "Qətiyyən," Ketrin dedi. Langdon onun nəzakətinə heyran qaldı. "Mən bu qadına bu qədər dözə bilməzdim." Hər halda Gessner davam etdi. "Peşəkar nəzakət naminə həmin hissəni əvvəlcədən oxumaq istərdim. Yəqin əl yazmanın bir nüsxəsi yanınızdadır." "Əslində yoxdur," Ketrin dürüstcəsinə dedi. Gessner şübhə ilə baxdı. "Bəlkə mənim üçün təşkil edəsiz. Bəyənsəm, məşhur bir tövsiyə yazısı təklif edə bilərəm. İlk kitabınızın etibarlılığını xeyli artıra bilər." "Çox kibarsınız," Ketrin bir dərviş qədər səbr nümayiş etdirərək dedi. "Redaktorumla danışaram." Gessnerin qaşları çatıldı. "Necə istəyirsiniz, amma heç olmasa sizi sabah şəxsi laboratoriyama dəvət etməyə icazə verin. Tədqiqatlarımı göstərim. Yolunuza işıq tutacaq. Sizi maarifləndirmək istərdim." Langdon narahat halda tərpəndi. Amma Ketrin masanın altından onun əlini möhkəm sıxaraq
Gessnerin dəvətini qəbul etdi. 20 dəqiqə sonra da Gessner hələ də danışırdı. Nədən danışdığını Langdon artıq unutmuşdu. Ağcaqayın şərbəti və donuz əti kokteylinin yarısından sonra ağzında elə tam qalmışdı ki, elə bil səhər yeməyi yemişdi. Monoloq biraz da uzansaydı, mütləq ikinci içki lazım olacaqdı. Bəlkə də qızardılmış yumurta martinisi. Catherine absentinin yalnız bir hissəsini içmişdi. Amma artıq təsiri görünürdü. Sözləri ağzında biraz dolaşır, gözlərini açıq saxlamaqda çətinlik çəkirdi. Tədqiqatlarımın innovativ xarakterini nəzərə alsaq, Gessner laqeyd şəkildə dedi. Sabah laboratoriyaya gəlməzdən əvvəl məxfili müqaviləsi imzalamağınız lazım gələcək. Bu Langdona olduqca təkəbbürlü göründü. Hətta yanımda var. Gessner balaca dəri çantasını açmağa başladı. Sabahki görüşdən əvvəl bunu həll edə bilərik. Əslində Langdon onun sözünü kəsdi. Catherine'in indi hüquqi sənəd oxuyub imzalamaq halı varmı, bilmirəm. Bəlkə sabah laboratoriyanıza gələndə Gessner narazı halda ona baxdı. Yaxşı, o da olar. Danışıq uzandıqca Langdon düşünürdü ki, Catherine'in işinə bu qədər laqeyd yanaşan bir neyroalim niyə şəxsi laboratoriyasını həvəslə göstərmək istəyirdi? Səbəbi nə olur olsun, Langdon səhər Catherine'ə bu səfərdən nəzakətlə imtina etməyi məsləhət görəcəkdi. Bu şəxsi məsələ deyil, Catherine. Gessner qəfil səsini qaldırdı. Paranormal və parapsixologiya elminə nifrətimi heç vaxt gizlətməmişəm. Amerika elmi jurnalının üzqabını xatırlayırsan? Xatırlayıram, Catherine gülümsədi. Doktor Brigitta Gessner. Onu neyroparapsixoloq adlandırmayın. Bəli, Gessner yenə ucadan güldü. Hamı bu zarafata qoşulmuşdu. Bir pərəstişkarım mənə üstündə bu statımın yazılı olduğu 86 göndərmişdi. Elmdə parapsixologiyanın yeri yoxdur. Bir həmkarım isə hətta deyirdi ki, gərək bütün şifrələrimi parapsixologiya ilə dəyişim. Çünki bu heç kimin ağlına gəlməz. Bu doğrudan da gülməlidir. Catherine absentdən bir qurtum aldı. Daha gülməlisi odur ki, Gessner davam etdi. İllər sonra yeni laboratoriyam üçün təhlükəsizlik şifrəsi seçəndə onun məsləhətini xatırladım və şifrəni parapsixologiya etdim. Qısaca PSI. Langdon qaşını qaldırdı. Hansı daha az ehtimaldır? Laboratoriyanı 3 hərfli şifrə ilə qorumaq, yoxsa bu şifrəni onlara demək? Təbii sadəcə PSI deyil, deyə Gessner güldü. Şifrələnmiş formada, hətta olduqca ağıllı şəkildə. Bunu az əvvəl dedin. Professor, o Langdona baxdı. Siz tapmaca həvəskarısınız, elə deyilmi? Şifrəmə heyran qalardınız. Şübhəsiz. Langdon mızıldandı. Gessner sinəsini qabartdı. Mən onu belə təsvir edirəm. Latın çarlarlı qədim Yunan üçün ərəb ehtiramı. Limon qabığının stəkanının kənarından götürüb kobud şəkildə içkinin içinə atdı. Langdon heç nə başa düşmədi. Çox ağıllı səslənir. Robert bunu aça bilər. Catherine sərxoşcasına dedi. O simvologiya mütəxəssisidir. Məmnuniyyətlə iddiaya girərəm. Gessner istehza ilə gülümsədi. Professorun bunu tapmaq ehtimalı 3,5 trilyonda 1-dir. Langdon dərhal cavab verdi. Deməli, 7 simvollu alfanumerikdir. Gessner çarıxdı, gözləri böyüdü. Demişdim axı. Catherine sərxoşluğun verdiyi vədsizliklə güldü. O şifrələri tapmaqda mahirdir. Görünür həm də riyaziyyat sahəsində. Gessner narahat halda dedi. Oldu professor. Daha ipucu verməyəcəm. Elə bu yerdə Langdon ayağa qalxaraq dedi. Gecəni bitirməyin vaxtıdır. Ata deyir ki, məclis sona çatdı. Gessner qalxaraq dedi və vodkalı tonikini yarımçıq qoydu. Catherine, sabah səhər 8-də Xaç qalasında görüşərik. Baxarıq. Langdon düşündü. Catherine ayağa qalxanda absentin qalanını bir qurtuma içdi. Langdon hesabladı ki, təsir tam başlamazdan əvvəl onun təxminən 3 dəqiqəsi var. Vidalaşdılar. Langdon Catherine'i dəhlizlə otel otağına apararkən özünü danladı. Bu qədər vaxt Gessnerə dözmüşdü. Özündən razı akademiklər görmüşdü. Amma Brigitta Gessner təkəbbürü yeni səviyyəyə çıxarırdı. Latın çarlarlı qədim Yunan üçün ərəb ehtiramı. Doğrudanmı? Kaş Langdon onun dahiyanı şifrəsini yerindəcə açaydı. Heç olmasa lovğalanmağı özünə qalardı. Amma artıq gec idi. Boş ver. Vecmədə deyil. Catherine vanna otağına getdi. Langdon isə qonaq otağına var-gəl edirdi. Beyni susmurdu. Unutmaq istəsə də Gessnerin təkəbbürü Langdonun rəqabət hissini oyatmışdı. Analitik beyni artıq tapmacanı açmağa başlamışdı. Hər hissəni ayır, düşündü. Ərəb ehtiramı. Alfanumerik əlifbada ərəb hərfləri olmadığını bilirdi. Deməli söhbət digər ərəb əlifbasından rəqəmlərdən gedirdi. Təxmini 1000 il əvvəl bir ərəb tərəfindən məşhurlaşdırılmış riyaziyyat dili. Gessnerin şifrəsi rəqəm olmalı idi. Ərəb ehtiramı. Qədim Yunan üçün, deyə ucadan pıçıldadı. Əgər şifrə rəqəmdirsə, ehtiram da ədədi olmalı idi. Deməli söhbət riyaziyyatla əlaqəsi olan qədim Yunanlardan birindən gedirdi. Ən məşhur 3 Yunan riyaziyyatçı: Pifaqor, Evklid, Arximed. Langdonun beyninə məktəb müəllimi cənab Brownun dedikləri həkk olunmuşdu.
Məktəbin PA qısaltması əslində Philips Exeter Akademiyası deyil, riyaziyyatın üz nəhənginə gizli ehtiram idi. Pifaqor, Evklid, Arximed. Bəs Gesner hansını nəzərdə tuturdu? Pifaqor, teorem, nisbətlər, yer kürəsinin sferikliyi. Evklid, həndəsənin atası, konuslar, ədəd nəzəriyyəsi. Arximed, spirallar, pi ədədi, dairələrin sahəsi. Langdon dayandı. Pi, deyə ucadan dedi. Catherine o biri otaqdan səsləndi. Əla fikirdir. Otaq xidmətinə zəng et, mən də bir dilim istəyirəm. Şirniyyatı nəzərdə tutmuram. Langdon gülümsədi. Catherine yatağa uzatdıqdan sonra masadan kağız və qələm götürüb divanda əyləşdi. Tapmacanı həll etmək istəyi artıq onu ələ keçirmişdi. Pi sözünün yazılışı pisiyə qəribə dərəcədə bənzəyirdi. Gesner demişdi. Şifrə pisidir, amma şifrələnmiş formada. Langdon izə düşmüşdü. 3.14159 yazdı. Pi həm qədim Yunana ehtiram idi, həm də ərəb rəqəmləri ilə yazılırdı. Hər iki şərt ödənilirdi. Amma vergül problemi vardı. Alfanumerik şifrədə vergül olmazdı. Üstəlik onu Şotland riyaziyyatçısı John Napier icad etmişdi. Vergülü silmək kifayət idi. Problem isə yerində qalırdı. Bu pi idi, pisi yox və hələ latınçaları tapılmamışdı. 10 dəqiqə sonra Langdon təslim oldu. Yatmağa qərar verdi. Bir neçə saat keçmişdi ki, Catherine qışqıraraq yuxudan oyandı. Sanki bütün bu baş verənlərin üstündən illər keçib. Langdon indi liftin olduğu oyuqda dayanıb klaviaturaya baxaraq düşünürdü. Divarın o tayından Pavelin söyüşü eşidildi. Yəqin Yanaçekin yanına qaçmışdı. Bəlkə də bu gizlicə qaçmaq üçün fürsəti idi. Amma hara? Catherine'siz heç yerə getmirəm. İçindəki şübhə qarışıq qorxu get-gedə artırdı. Sanki Catherine'in başına nə isə pis bir hadisə gəldiyini hiss edirdi. Aşağı düşməli idi. Yenidən klaviaturaya baxdı və düşündü ki, bəlkə də indi tapmacanı həll etmək üçün daha çox şansı var. Artıq üstündən bir gecə keçmişdi. Axı təhtər şuurumuz biz yatarkən heyrətamiz əlaqələr qura bilir. 314.159 doğru idi, amma nəsə çatmırdı. Latınçaları. Langdon bilirdi ki, İngilis dili də daxil olmaqla dünyadakı dillərin əksəriyyəti Roma və ya Latın əlifbası adlanan yazı sistemindən istifadə edir. O klaviaturanın düymələri üzərindəki rəqəmlərə və hərflərə baxa-baxa anladı ki, rəqəmlərə çox köklənib. Hərflərdən istifadə etməyi unudub. Latın əlifbası, hərflər. Bəlkə bu çalar bir hərfdir. Birdən beynində sadə bir forma yarandı. S hərfinin əyri xətti. İlahi, sözün əsl mənasında latın buruğu. O an Gesnerin limon qabığını içkisinə özündən razı bir tərzdə atdığını xatırladı və istəmədən də olsa ona biraz heyranlıq duydu. Çatışmayan hissə S idi. Qalanı isə sadə idi. Pi, pisi. Şifrə ərəb və latin simvollarının qarşığıdır. 314 S159. Qədim Yunan üçün ərəb ehtiramı, latınçaları ilə. Mükəmməl uyğunluq. Langdon nəfəsini saxlayaraq klaviaturaya 7 simvolu daxil etdi. 3, 1, 4, S, 1, 5, 9. Daxil et. Əvvəl heç nə olmadı. Sonra zəif bir mexaniki səs. Lift qalxmağa başladı. Evrika, deyə düşünüb gülümsədi. 3,5 trilyonda 1. Liftin qapısı sürüşərək açıldı və içəridə həddindən artıq geniş, taxta panellərlə örtülmüş bir kabinə göründü. Langdon klaustrofobiyasını cilovlayaraq içəri keçdi və laboratoriyaya aparacaq düyməni tapmaq üçün divarlara baxdı. Amma bu liftin heç bir düyməsi, heç bir idarə etmə paneli yox idi. Əvəzində qapılar avtomatik bağlandı və Langdon liftin aşağıya doğru hərəkət etdiyini hiss etdi.